Size salam. Daha önceden şirbirci olarak arzularımdaki aile tablosunu çekmiştim. 2 şir ve 3 şir balası ile ve bu cür maraqlı bir sifariş daha yeniden geldi. 2 övladları olduğu için 2 şir balası ile çekməyimi istədilər ve mən də hazırlanma prosesini sizlerle bölüşürəm. Öncelikle bize lazım olan renklerin hamısını aldıktan sonra tablonu çekmeye başlayıram ve üzerine epoksi dökəcəyimiz üçün mən bu tablonu taxtanın üzerinde çəkirəm ki, epoksi döküm olarkən səthi tam hamar olsun. Epoksi döktükten sonra ise üstüne güzgüler ve şüşe dekorları ile xrustal daşlarla istekten asılı olarak dizayn edilir ve bu ise nəticə. Və sizcə bu tablo necə alındı? Əgər bəyəndinizsə like etməyi və fikirlərinizi bildirməyi unutmayın. Bu cür videolarım davamı üçün isə izləmədə qalın. Mən çox şadam ki, özüm üçün çəkdiyim ailə tablosu belə marağa da səbəb oldu və cütlüklər də belə sifarişlər verməyə davam edir. Fikirləriniz önəmlidir.